Bugün çox şadam, çox məmnunam, çox xoşbəxtəm ki, Naxçıvanımızda, bizə əziz, doğma, şirin Naxçıvanımızda, məhz elə Naxçıvanda doğulub boya başa çatmış, öz yaradıcılığı ilə, öz qələmi ilə, öz şeirləri ilə qəlbimizə bir sevgi həkk eləmiş Mahirə Nağa qızının yubiley mərasimindəyik. Nə gözəl ki, mənə də qismət oldu bu günləri Mahirə xanımı təbrikə gəldim və biz sürpriz olaraq gəldik. Bugünkü gəlişimdə təbii ki, heç kimin xəbəri yox idi. Mənim bir əzizim Mahirə xanım haqqında film çəkən Elnur müəllimin sayəsində, rejissorumuz Elnur müəllim sayəsində bu posterlərdən xəbər tutmuş oldum və həmən Elbrus müəllimlə birləşib bu sürprizi ortaya gətirdik. Nə xoş mənə ki, bugün əgər Mahirə xanımın könlünü az da olsa xoşbəxt eləyə bildimsə, sevindirə bildimsə, mən də özümü çox xoşbəxt hiss eləyərəm. Bizi Mahirə xanımla onun yazdığı şeirlər birləşdirib. Mən bu ömrü elə belə yaşadım, mahnısı ilə birləşmişik, bir-birimizi sevmişik, ailəyə belə yaxın olmuşam. Mən bilmirdim bu gözəl sözləri yazan müəllif məhz Mahirə xanım Nağı qızıdır. Bilirsiniz, söz bizi cəlb eləyir. Söz bizi özünə heyran eləyəndə sözün qüdrəti, qüvvəti çox böyükdür və ona görə də musiqinin notları hamısı gözəldir. Amma orada sözün hökmü olmasa, sözün qəlbə toxunuşu olmasa, onu ifa edərkən bəlkə də bu qədər qəlbləri oxşaya bilməzdik. Və bu Mahirə xanımın qəlbindən, ruhundan gəlib, süzülüb gələn sözlərdir, onun qələmindən gələn. Və mən də xoşbəxtəm ki, o sözlərə müraciət eləyərək Ruslan Səfəroğlu dəstəsi ilə mən Mahirə xanıma beləcə bacı qazandım, dost qazandım, yol açmış oldum onun bu yaradıcılığına. Mən onu təbrik eləyirəm, yenə də can sağlığı arzulayıram, qələmi hər zaman tarı möhkəm olsun, 65 yaşınız mübarək olsun.